verən azadlıq mübarizəsindən sonra bir sıra ərazilərdə müstəqil feodal dövlətlər yarandı. Eyni zamanda Azərbaycan ərazisində də müstəqil feodal dövlətlər yaranmışdı. Bunlardan birincisi Şirvanşahlar dövləti idi. Azərbaycanın şimal-şərq hissəsini əhatə edirdi. Digəri şimal ərazisində yaranmış bir dövlət isə Şəddadilər dövləti idi, mərkəzi Gəncə idi. Azərbaycanın cənubunda yaranmış feodal dövlətlər isə Saci və Salari, bir də deməli Rəvvadə idi ki, Saci və Salari deməli Marağa, Sacilərin mərkəzi Marağa, Salarilər və Rəvvadilər isə Ərdəbil ərazisində öz dövlətlərini yaratmışdılar. Bir daha qeyd eləsək, deməli Azərbaycan ərazisində bir sıra müstəqil dövlətlər yaranmışdı ki, Azərbaycanın şimal-şərq hissəsində Şirvanşahlar, mərkəzi Gəncə olan Şəddadilər, cənub hissəsində Saci, Salari, mərkəzi Ərdəbil olan, daha sonra isə Rəvvadi dövləti yaranmışdı. Bu dövlətlərlə bərabər bu ərazidə bir sıra deməli əmirliklər də yaranmışdı. Deməli şimal hissədə Dərbənd əmirliyi, Azərbaycanın şimal-qərb hissəsində Şəki hakimliyi və digər ərazidə Tiflis əmirliyi meydana gəlmişdi. İndi isə deməli Azərbaycanda yaranmış ilk müstəqil feodal dövlət olan Şirvanşahlar haqqında məlumat verək. Deməli, Şirvanşahlar ərəb mənşəli Məzyədilər sülaləsi tərəfindən idarə olunurdu. Azərbaycanın şimal-şərq hissəsini əhatə edirdi. Sülalənin nümayəndələrindən biri də Yezid ibn Məzyəd idi. Yezid ibn Məzyəd 8-ci əsrdə yarım müstəqil əmirlik olan Bərdə əmirliyini yaratmışdı. Bu zaman hələ Şirvanşahlar dövləti yaranmamışdı. Sadəcə olaraq bu ərazidə yarım müstəqil əmirlik olan Bərdə əmirliyi yaradılmışdı. Ondan sonra isə oğlu Məhəmməd ibn Yezid Bərdə əmirliyinin mərkəzini 859-cu ildə Gəncəyə köçürmüşdü. Bundan sonra Məzyədilərin nüfuzu daha da artmışdı. Daha sonra danışacağıq Heysam ibn Xaliddən. Heysam ibn Xalid xəlifə mütəvəkkilin ölümündən sonra 861-ci ildə müstəqil Şirvanşahlar dövlətini yaradır. Bu dövlət ən uzun ömürlü feodal dövlətlərindən biri hesab olunur. 1538-ci ilə kimi mövcud olacaq. Heysam ibn Xalid özünə Şirvanşah titulunu qəbul edir və paytaxtı Şirvan şəhəri edir. Daha sonra Əbu Tahirin dövründə isə paytaxt Şirvandan 918-ci ildə Şamaxı şəhərinə köçürüləcək. Şirvan dediyimiz indiki Siyəzən rayonu ərazisinə uyğun gəlir. Xəritə üzərində götürəndə həmən ərazini götürəcək. Və Əbu Tahirin dövründə cənubda Kür çayından, şimalda Dərbəndə qədər olan bir ərazini əhatə edirdi. Daha sonra 10-cu əsrin 80-ci illərində Şirvanşahlar bir sıra əraziləri özlərinə tabe edirlər ki, Qəbələ, Bərdə, Şabran, Şəki hakimliyi, Tabasaran, Sənariyə və 988-ci ildə Dərbənd hakimliyini də özlərindən asılı vəziyyətə salırlar. Və eyni zamanda Dərbənd səddini də təmir etdirirlər. Biz bunu ərəbləri keçərkən də qeyd etmişdik ki, ərəblər də Dərbənd səddini təmir etdirmişdilər. Daha sonra burada danışsaq, dövlətin idarə etməsində dövlətin başında duran şah idi, əyalətləri şəhzadələr idarə edirdi, maliyyə işlərinə vəzir baxırdı, deməli, saraydakı mərasimləri təşkil edən hacib idi, bir də qoşun. Deməli, Şirvanşahlarda qoşun iki hissədən ibarət idi. Əsas qoşun, deməli, şahın xüsusi qvardiyası idi, bir də feodalların qoşunları var idi ki, bunlar müharibə zamanı birlikdə, deməli, hərəkət edirdilər. Və bu zaman, deməli, qoşuna şah başçılıq və yaxud da onun vəlhədi, deməli, komandanlıq edirdi. Bu, bizim deməli Şirvanşahlar dövlətimiz idi. Öyrəndik ki, 861-ci ildə yaranıb, ilk paytaxtı Şirvan, daha sonra isə Şamaxı şəhərinə deməli köçürülmüşdür. Növbəti deməli əmirliyimiz isə deməli Dərbənd əmirliyidir. Dərbənd əmirliyi ərəblərin zamanında Bab-ül-Əbbab, yəni qapılar qapısı adlanırdı. Yadımızdadırsa, ərəblər bura gələn zaman Şirvanın hakimi Şəhriyar idi. O ərəblərlə müqavilə bağlayaraq ərəblərdən belə bir imtiyaz almışdı ki, həmən dövrdə Dərbənd vergidən azad ediləcəkdi və Dərbəndlilər də şimaldan gələn
gələn hücumların qarşısını alacaqdılar. Və bu zaman Dərbənd ərazisinə bir sıra ərəb ailələri köçürülmüşdü ki, bunlardan biri də Haşimilər sülaləsi idi. Və onun nümayəndəsi də Haşim Əs-Sulami idi ki, o türklərin qiyamından istifadə edərək 869-cu ildə müstəqil Dərbənd əmirliyinin əsasını qoydu. 988-ci ildə Dərbənd deməli Şirvanşahlardan asılı vəziyyətə salınır, lakin onun daxili müstəqilliyini qoruyub saxlayır. 1075-ci ildə isə 1-ci Fərburuz tərəfindən tamamilə Şirvanşahlar dövlətinə birləşdirilir. Qeyd elədiyimiz kimi növbəti əmirliyimiz Tiflis Müsəlman Əmirliyidir. Tiflis Müsəlman Əmirliyi Şərqi Gürcüstan ərazisində yaradılmışdı 8-ci əsrin 30-cu illərində. Bu zaman asılı vəziyyətdə idi. Bu əmirliyi Şeybilər, Şeybanilər və Cəfərilər sülaləsi idarə etmişdi. Baş verən müstəqillik uğrunda mübarizədən istifadə edərək 9-cu əsrin 60-cı illərində özlərini müstəqil elan edirlər. Və bu zaman buranı Cəfərilər sülaləsi idarə edirdi. Bu əraziyə Gürcülərin hücumu nəticəsində 1121-ci ildə Gürcülər deməli Səlcuqları məğlub edirlər və 1122-ci ildə Tiflis Müsəlman Əmirliyinə son qoyurlar. Qeyd etdiyim kimi yaranmışdı 8-ci əsrin 30-cu illərində o zaman asılı idi. 9-cu əsrin 60-cı illərində müstəqil olur və 1122-ci ildə Gürcülər tərəfindən son qoyulur. Növbəti hakimliyimiz isə Azərbaycanın şimal-qərb bölgəsində yaranmışdı 9-cu əsrin 60-cı illərində. Bunun digər deməli əmirliklərdən fərqi burada İslamla xristianlıq arasında deməli qarşıdurma güclü idi. Gürcü kilsəsi əsasən buradakı Alban əhalisini öz təsiri altına salmaq istəyirdi. Gürcü hökmdarları bu Albanları gürcüləşdirməyə çalışırdı. Amma Şəki hakimliyi daim olaraq Azərbaycanın şimal-qərb bölgəsini uğurla müdafiə edə bilmişdi. Deməli, və keçək növbəti dövlətimiz olan, deməli, Sacilər dövləti idi ki, Sacilər dövləti Mərkəzi Asiyanın Əşrüsən vilayətinin qədim türk nəsillərindən hesab olunur. Yəni Şirvanşahlardan fərqli olaraq Sacilər türk nəsli idi. Afşin ləqəbi daşıyırdı. Biz Afşini Ərəb xilafətinə başçılıq edən türk sərkərdəsindən deməli xatırlayırıq ki, bu da həmən nəsildən hesab olunur. Saci sülaləsinin banisi Əbu Sac Divdad idi. Əbu Sac Divdad deməli o ərəb ordusunda xidmətinə görə 9-cu əsrin 70-ci illərinin sonlarında xəlifə mütəvəkkil tərəfindən ona Azərbaycan iqd olaraq verilmişdi. 858-ci ildə isə Məkkəyə nəzarətçi təyin olunmuşdu Məkkə yoluna. Öz igidliyini 865-ci ildə baş verən Carca döyüşündə də göstərmişdi. Daha sonra bu ərazilərdə baş verən türk qiyamlarını da yatırmışdı. Digəri isə Məhəmməd ibn Əbu Sac idi ki, 898-ci ildə müstəqil Saci dövlətini yaradır, paytaxt da Marağa şəhəri olur. 898-9-cu illərdə öz adına pul kəsdirir və Gürcüstana uğurlu yürüşlər etmişdi. Onun yaratdığı dövlət ilk etnik feodal dövlət, yəni türk dövləti hesab olunur. Şimaldan Dərbənd keçidindən cənubda Zəncana qədər olan geniş bir ərazini əhatə edirdi. Bu dövlətin ən qüdrətli hökmdarlarından biri də Yusif ibn Əbu Sac idi. Yusif ibn Əbu Sac 912-ci ildə xilafətə xərac göndərilməsini dayandırdı. Bu da onunla xəlifə arasında bir sıra döyüşlərin baş verməsinə gətirib çıxardı. 917-ci ildə baş verən döyüşdə xəlifə məğlub edilir. Bundan sonra Yusif Bərdədə, Marağada və Ərdəbildə öz adına pul kəsdirir. Sonuncu döyüşdə, xəlifə ilə olan döyüşdə Yusif məğlub edilir. 919-922-ci illərdə, yəni 3 il Yusif əsirlikdə qalır. Amma əhalinin etirazları nəticəsində Yusif deməli əsirlikdən azad edilir. Bundan sonra Yusif deməli Ani, Dəbil, Tiflis, Kaxetyanı da tutur, erməni və gürcüləri özündən asılı vəziyyətə salır. Daha sonra Şirvanşahlar dövlətini, Tiflis, Dərbənd əmirliklərini də öz ərazisinə birləşdirir.
Bu da yenə ərəblər bir də deməli Şirvanşahlar kimi Dərbənd səddini təmir elətdirir, paytaxtı Marağadan Ərdəbil şəhərinə köçürdür və Yusif ilk dəfə olaraq ilk vahid müstəqil dövlət yaratmış olur. Yəni Azərbaycanı ilk dəfə vahid müstəqil halda birləşdirən Yusif ibn Əbu Sac olur. Bundan sonra Samanilərdən Rey şəhərini də alır və maliyyə, vergi sahəsində də bir sıra deməli siyasətlər həyata keçirir ki, bu da əhali sayının artmasına, iqtisadiyyatın dirçəlməsinə səbəb olur. Sonuncu Sacı hökmdarı Deysəm idi. Deməli, Deysəmin dövründə feodallar arasında ara müharibələr gedir. Bu da dövlətin zəifləməsinə gətirib çıxarır. Bundan istifadə edən Səlarilər 941-ci ildə Sacilər dövlətinə son qoyurlar. Belə desək, deməli, danışdıq ki, 898-ci ildə Saci dövləti yaranmışdı, ta ki 941-ci ilə kimi paytaxtı əvvəl Marağa, sonradan isə Yusifin dövründə Ərdəbil şəhərinə köçürülmüşdü. Sülalənin banisi Əbu Sac Divdad idi. Dövlətin yaradıcısı Məhəmməd ibn Əbu Sac idi. Ən qüdrətli hökmdarı Yusif ibn Əbu Sac idi. Sonuncu hökmdarı isə deməli Deysəm idi. Və nəhayət növbəti Türk sülaləsi tərəfindən deməli yaradılmış dövlət Salari dövləti idi ki, bu dövlət Mərzban ibn Məhəmməd tərəfindən yaradılmışdı. Mərzban ibn Məhəmməd 900 əvvəlcə deyilən Gilam hakimi idi, Kəngərli sülaləsinə mənsub idi. 941-ci ildə sonuncu Saci hökmdarı deməli Deyləm hakimi idi, Kəngərli soyuna mənsub idi. 941-ci ildə sonuncu Saci hökmdarını Deysəmi hakimiyyətdən devirərək Salari dövlətinin əsasını qoydu və paytaxt da Ərdəbil şəhəri idi. Bu da Yusif kimi Azərbaycanın şimal-qərbini, Şirvanşahlar dövlətini, Şərqi Gürcüstanı və Dərbəndi öz ölkəsinin tərkibinə birləşdirmişdi. Salarilərin dövründə ilk dəfə Xəzərdə ticarət gəmiləri üzməyə başladı və yenidən vahid dövlət tərkibində birləşmiş oldu. Niyə yenidən? Çünki ilk dəfə Yusif ibn Əbu Sac tərəfindən vahid dövlətin tərkibində birləşdirilmişdi. Və bu dövrdə Yadelilərin də hücumu baş vermişdi ki, bunlar da Slavyanlar idi. Bilirik ki, Slavyan, deməli Ruslar Slavyanların nəslindən hesab olunur və 944-cü ildə Slavyanlar Bərdə faciəsini törətmişdilər. Və Mərzban ibn Məhəmmədin dövründə ölkənin ərazisi Dərbənddən Dəclə və Fərat çayına qədər olan geniş bir ərazini əhatə edirdi. Yəni, Saci dövlətindən fərqli olaraq bunun ərazisi daha geniş idi. Mərzban ibn Məhəmmədin qanunnaməsi də var idi. Burada əsasən vergi məsələsinə toxunulurdu. Burada əhalidən torpaq, əmlaka görə vergi alınırdı. Asılı saldığı deməli ərazilərdən xərac da əldə olunurdu. 957-ci ildə Mərzban ibn Məhəmmədin ölümündən sonra dövlət zəiflədi və sonralıqca hakimiyyətə gələn İbrahim ibn Mərzban dövlətin qüdrətini bərpa edə bilmədi və onun hakimiyyəti dövründə Şirvanşahlar dövləti, Dərbənd, Gəncə onun tərkibindən çıxdı və Azərbaycanın deməli şimal hissəsində deməli Şəddadi dövləti 971-ci ildə yarandı. Daha sonra isə Salari dövlətinin cənub ərazisində 981-ci ildə Rəvvadi dövləti yaranmış oldu. Bununla da deməli Salari dövlətinə 981-ci ildə son qoyulacaq. Və Salarilər dövlətinə aid desək ki, ilk dəfə Xəzərdə ticarət gəmiləri Salarilər dövründə üzmüşdü və ən geniş əraziyə malik olmuşdu. Saci və Salarinin oxşar cəhətini saysaq, hər iki deməli sülalə Türk sülaləsi idi və Azərbaycanı vahid halda birləşdirmişdi və paytaxtları Ərdəbil şəhəri olmuşdu. Bu onların deməli oxşar cəhəti idi. Eyni zamanda Yusiflə Mərzban ibn Məhəmmədin oxşarlığını saysaq, deməli paytaxtı Ərdəbil şəhəri etmişdilər. Azərbaycanın şimal-qərb bölgəsini, Şirvanşahları, Şərqi Gürcüstanı və Dərbəndi ölkənin tərkibinə qatmışdılar.
Hələ ki, bu üç deməli dövlət haqqında danışdıq. Növbəti dərsimizdə isə digər iki feodal dövlət haqqında məlumat verəcəyik.